أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين محمد وآله الطيبين الطاهرين لا سيما بقية الله في الأرضين ولعنة الداعمة على أعدائهم أجمعين. Aziz qardaşlar, müsəlmanlar, bildiyimiz kimi bu yaxınlarda böyük bir İslam tədbiri, böyük bir İslam aləminin bayramlarından olan ən şərəfli, şərafətli bir, mühüm bir bayramlardan olan Qədirxum bayramını qeyd etdik. Və bu Qədirxum bayramı ilə əlaqədar baxmayaraq ki, dəfələrlə biz müəyyən şübhələrə, müəyyən bir sözlərə cavablar verdiyimizə rəğmən yenə də əhli xilaf olaraq bizlərə daim təzyiqlər göstərilir. Əziz müsəlmanlarımızı ixtilafa cəlb eləyirlər və bununla da əlaqədar həmçinin belə bir hadisənin olmadığını, uydurma bir şey olduğunu və tarixdə belə bir hadisənin və seçimin, yəni imamətin təyininin olmadığını qeyd edirlər. Biz inşallah bir və şəri vəzifə bildik özümüzə, bir qayda olaraq, bir tələbə kimi bildik qayda ki, özümüzə bu məsələlərə hissə-hissə gücümüz çatan qədərilə müəyyən elə əhl-i sünnət qardaşın öz mənbələrindən istifadə eləyərək arada ixtilaf yaratmağa çalışan, insanlar arasında təfriqə salmağa çalışan bu cərəyanın cavabını verməklə və həmçinin də müsəlman qardaşlarımıza bu dəlilləri, mənbələri mötəbər və möhkəm bir sənədlər əsasında təqdim etməklə şübhələrə son qoyaraq ixtilafların aradan aparılmasına çalışaq. İlk öncə bunları başlamazdan əvvəl istərdik ki, bugünkü dərsimizdə xüsusən bu mövzuya toxunaq ki, Qədirxum bayramında elə Qədir hadisəsi və Qədir hədisinin mənbələri, sənədləri və bunların möhkəmliyi və yaxud zəifliyi haqqında bir balaca bəhsimiz açılsın. Və inşallah da ki, sonra ardıcıl silsilə olaraq imamət mövzusunu açarıq və Quran ayələri üzərində, mötəbər hədislər üzərində bu məsələni geniş, izahlı şəkildə inşallah bacardığımız, qüdrətimiz çatdığı dərəcədə sizlərin xidmətinizə ərz edərik. Hamımızın bildiyi kimi Qədirxum hadisəsi Həzrəti Peyğəmbər Səlавatullahın sonuncu həcc vidasında, vida həccində, daha doğrusu Həzrəti Ali ibn Əbi Talib aleyhissalamın özündən sonra vəsi canişin xəlifə təyin etməsi idi. İxtilaf nədədir? İxtilaf buradadır ki, bəzi əhl-i sünnət alimlərinin, əhl-i şiə alimləri və üləması ilə ittifaq etməsi bu sahədə yetərli olmamış və arada kinli, qərəzli insanların səyi nəticəsində mühüm bir böyük ixtilaflar yaranmışdır. Xülasə, ilk öncə istərdik ki, Quran-ı Kərimdə vəzirlik seçimi barədə və hədislərdə vəzirlik haqqında mövzuya qısaca toxunaraq Qədirxum hadisəsi və onun sənədləri barədə mövzuya keçək. Allah Teala Taha surəsinin 29-cu 32-ci ayələrində Həzrəti Musa əleyhissalamın duasını bizlərə təqdim edir. Yəni Həzrəti Musa əleyhissalam Allah Teala'ya dua edir və Allah Teala həmin duanı bir Quran ayəsi olaraq Peyğəmbər Səlавatullaha bunu zikr edir. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Allahumma vec'alli vaziran min ahli Harun ahi ushdud bihi azri və əşrikhu fi amri. Yəni ilahi, Allahım, mənə öz ailəmdən bir vəzir qərar ver. Yəni o da qardaşım Harunu. Yəni Harun ahi, əxim qardaşım Harunu. Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et. Bu ayələrin təfsirində əhl-i sünnə mənbələrində də çoxlu rəvayətlər vardır. Yəni, indi
İndi biz əsasən mövzumuzun cavab olaraq qurduğumuz üçün biz əhl-i sünnət qardaşların mənbələrindən dəlil gətirəcəyik. Yəni əhl-i sünnət qardaşlarımızın etibarlı, mötəbər sənəddə olan hədis kitablarından mənbələr gətirəcək ki, bu haqda da mütəvatir, geniş şəkildə, yəni inkar olmayacaq dərəcədə dəlillər var ki, biz xülasə bəzi mənbələrə toxunacaq. İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm risalət vəzifələrini həyata keçirmək üçün Həzrəti Musa əleyhissalamın Allahdan istədiyini istəyir. Yəni, elə qədərxundan da qabaq, hətta Həzrəti Peyğəmbər salavatullah eynən ki, Həzrəti Musa əleyhissalamın etdiyi duanın özü üçün dilədi. Bir fərdə ki, Peyğəmbər sallallahu Harun əleyhissalamın yerinə İmam Əli əleyhissalamın adını deyir. Təbii ki, Həzrəti Musa əleyhissalamın duası və onun seçimi bir nümunə və ibrətdir və bu qaçılmaz bir məsələdir. Diqqət eləsək, Həzrəti Musa əleyhissalam ki, Tur dağına gedirdi, həmin vaxtı yerinə bir nəfəri təyin etmək vacib idi. Çünki vacib olmasıydı Allah Taala bu hökmü Quranda bəyan eləməzdi. Və Allah Taala izin verməzdi ki, Həzrəti Musa əleyhissalam yerinə kimisi təyin etsin. Kimsə gedirdisə yerinə mütləq bir idarəçi, bir icraçı təyin olunmalıydı. İstər bu dünya sistemində, istər İslamın həqiqətində bu məna belədir. Deməli, əgər Həzrəti Musa əleyhissalam 40 günlük gedib qayıdacaqdısa, nəinki dünyasını dəyişmək, 40 gün içində belə onun yerinə vacib idi ki, bir kəs təyin olunsun. Həzrəti Əmir-əl-Müminin Ali ibn Əbi Talib əleyhissalamın Peyğəmbər salavatullahın vəfatından, şəhadətindən sonra təyin olunmasının ziddiyyəti hardan çıxır, bunu anlamırıq. Şəvahid-ü Tənzil kitabı cild 1, səhifə 368, hədis 510. Huzeyfə ibn Useyd Peyğəmbər salavatullahın səhabələrindəndir. Peyğəmbər salavatullahdan bu hədisi nəql edir. Peyğəmbər Əkrəm salavatullah Əmir-əl-Müminin Ali ibn Əbi Talib əleyhissalamın əlindən tutub buyurdu. Diqqət edin, əlindən tutdu. Əbşir və əbşir inni Musa dua rabbahu an yec'ala lahu vaziran min ahli Harun. Müjdə verirəm, bəşarət verirəm. Ya Əli, həqiqətən Musa əleyhissalamın Allahdan qardaşı Harun ona xəlifə və işlərinə şərik olmasını istədiyi kimi, mən də Allahdan istədim. Və inni ad'u Rabbi an yec'ala li vaziran min ahli Aliyyun axi. Uştud bihi zahiri və əşrikhu fi əmri. Mən də deyir Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri, yəni Əlini mənim üçün vəzir, xəlifə seçsin. İlahi, onu arxamı möhkəmləndir və onu işimə ortaq et. Bu hədis gördüyümüz kimi, hətta səhabənin gözü qarşısında belə Əli əleyhissalamın əlini tutaraq bir dua etməsi nə dərəcədə də bir möhkəm bir tutarlı dəlildir ki, isbatdır ki, əhl-i sünnət alimləri belə bunu qeyd etmişdirlər. Və yaxud həmin Şəvahid-ü Tənzil kitabında, misal üçün 370-ci səhifəsində 1-ci cildin hədis 511 Peyğəmbər salavatullahdan Əsma binti Umeys nəql edir. Buyurur ki, Peyğəmbər salavatullah dedi, Allahümmə innə aqulu qama qalə axi Musa. İlahi, Allahım, mən səndən qardaşım Musanın istədiyini istəyirəm. Allahümmə əcəlli vaziran min əhli Aliyyən axi. Allah ilahi, yəni Allahım, mən əhl-i beytimdən bir nəfəri qardaşım Əlini mənə vəzir qərar ver. Yəni bu duanı istəyirəm səndən. Uştud bihi əzri və əşrikhu fi əmri. Yəni Əlini mənə vəzir qərar ver. Kən nüşəbbihəkə qasiran və nəzkurəkə qasiran. İnnəkə kuntə binə basiran. Yəni ilahi, onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, sənə çoxlu həmid səna deyim, səni çoxlu yad edim. Həqiqətən sən bizi görürsən. Yəni, sən bizi görür, basiran, yəni görürsən və bizim vəziyyətimizdən xəbərdarsan. Məlum olduğu kimi, yəni İslam Peyğəmbəri salavatullahın işlərinə şərik olmaq nübüvvət və peyğəmbərlik deyil. Xalqa rəhbərlik
və o hökmlərin icrası, çatdırılmasıdır. Necə ki, Həzrəti Harun əleyhissalam ki, 40 günlük Həzrəti Musa əleyhissalam yerinə təyin olundu. O demək deyildi ki, o Peyğəmbər təyin olundu. Xeyr, o sadəcə olaraq canişin təyin olundu. Necə ki, aşkar bu ayə bildirir ki, vəzir, canişin qərar verir, ilahi. Yəni, ayə aşkar bu məsələyə toxunur. Yəni, nəinki burada nübüvvətə şərik olasan. Bu da, yəni, gətirilən bir şübhənin qətiyyən rəddinədir. Və yaxud digər bir hədisə toxunaq. Ənəs ibn Malik deyir, Həzrəti Peyğəmbər sallavatullahın böyük səhabələrindən olmuşdur. Qədirxum hadisəsini görmüş və həmin hadisədə Əli ibn Əbi Talib əleyhissalama beyyət edən şəxslərdəndir. Və bir hədis nəql edir Peyğəmbər sallavatullahdan ki, yenə bu həmin kitabda, Şəvahidut Tənzil kitabında səhifə 374, hədis 516-cı. Qeyd edir ki, Peyğəmbər sallallahu buyurdu. İnni xalili və vaziri və xalifati və fi əhli və xeyr mən ətruka ba'di yuzcizu mu'udu və yaqdi du'ini Ali ibn Abi Talibin. Həqiqətən deyir, əhl-i beytimdən olan dostum, vəzirim, xəlifəm və özümdən sonra vədlərimə sadiq qalaraq borclarımı ödəyici ən layiqli insan Əli ibn Əbi Talib əleyhissalamdır. Hətta neçə səhabə belə məşhur səhabə əhl-i sünnətin öpüb gözünün üstünə qoyduğu bu səhabələr bu hədisləri aşkar surətdə deməyinə baxmayaraq inatkarlığın nə adı var? İnsan təəccüb içində qalır. Və yaxud da qeyri-hədis. Salman bin Farsidən nəql olunub. Salman bin Farsi də məşhur səhabələrindən biridir Peyğəmbər sallavatullahın. Yəni o da bu cür qeyd edir. Və həmçində Hicri qəməri 5-ci əsrin alimlərindən olan İmamul Hərəm, Muhaddis Hafız Əhməd ibn Abdullah İsfahani Şafii, yəni Əbu Nəym, mən nənzələ minəl Qur'anə fil aliyyin, yəni Əli əleyhissalam barəsində nazil olan Qur'an ayələri adlı əsərində Əsma binti Umeysin nəql etdiyi hədisi İbn Əbbasdan nəql edir. Necə ki, biz öndə Əsma binti Umeysdən hədis nəql elədik ki, Allaha dua edirdi Peyğəmbər sallallahu, həmin hədisi İbn Əbbasdan nəql edib. Və sonra axırında hədisin İbn Abbasdan belə bir kəlmə var ki, buyurur ki, Peyğəmbər sallallahu duasından sonra qeybdən belə bir səs eşidildi ki, ya Əhməd, Allahdan istədiyin şey sənə verildi. Yəni, bu hədisin həmçinin qeyd edilmənbə olaraq Mulhaqat-ı Əhqaqul Haqq cild 20 səhifə 128-ə müraciət eləyə bilərlər. Və sonuncu bir məsələyə toxunaq. Bununla da Qədirxum bəhsinə keçək ki, inşallah vəzirlik məsələsi bizə aydın olsun ki, vəzir təyin etmək olar olmaz və daha sonra Qədirxumun həqiqətlərinə inşallah toxunarıq. Fəxr-i Razi, Fəxrüddin Razi, İmam Fəxrüddin Razi adı ilə məşhur olan Şafii məzhəbli bir alimdir və bu alimin də qətli elə Əhl-i Beyt əleyhissalamın fəzilətlərini, onlar haqqında nazil ayələri çatdırması və onları təfsir eləyib insanların öhdəsinə verməsinə görə də onu da qətlə yetirdilər. Və həmin o Təfsirul Kəbir cild 12 səhifə 26-da Maidə surəsinin 55-ci ayəsinin təfsirində Əbu Zər Qəffaridən nəql etdiyi bir hədis var ki, yəni hədisin bu cürdür mətni ki, Peyğəmbər Əkrəm s.ə.v Əli əleyhissalamın namaz üstə üzünü yoxsullara verdiyini gördükdə dedi, İlahi, qardaşım Musa səndən istədi ki, onun sinəsini genişləndirəsən. Əhl-i beytindən bir nəvəri vəzir seçib, işlərinə ortaq edəsən. Diqqət edin, əhl-i beytindən, əhl-i beyti, yəni onun seçilmiş xas ailəsidir, yəni qardaşı qeyd edir, yəni qardaşı Harunu, sən onun duasını qəbul olduğunu bildirən Qur'an-ı natiq nazil etmisən. İlahi, mən Muhammed də sənin Peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir. İşlərimi mənə asan et və əhl-i beytimdən olan əlini vəzirim seç. Onunla arxamı möhkəmləndir. Bəh, bəh, bəh. Yəni, bu qədər əldə sənəd olarkən, yəni insanlar inad və çaşqınlıq içərisində yenə də tərəddüd edərək bu məsələnin labüd olmadığını dəlil gətirirlər.
Yəni, bu haqda bəhs çoxdur. Biz bununla xülasə kifayətləndiririk. Çünki qeyd etdiyimiz kimi də yenə də vəzirlik məsələsi xülasə olaraq bizim üçün aydın oldu və deməli, Həzrəti Peyğəmbər sallavatullahın özündən sonra vəzir seçməsi qəsdidir, güclü sənədlər sabit olub ki, bu vəzirlik məsələsi təyin olunsun. Və növbəti mövzuda qısaca olaraq inşallah Teala Qədr Xum hadisəsinə toxunmaq istəyərdik. Qədr hədisinin mahiyyəti və Qədr hədisinin sənədləri barədə bir balaca danışmaq istərdik. Yəni Qədr Xum hadisəsi haqqında Qədr adını ümumiyyətlə hamımız, əksəriyyətimiz, biz müsəlmanlar demək olar eşitmişik. Yəni bu məntəqə Məkkə ilə Mədinə arasında Cəhhə deyilən yerin yaxınlığındadır. Təqribən Məkkənin 200 kilometrliyində yerləşir. Qədr 4 yol ayrıcında yerləşən bir ərazidir. Çox belə mühüm məntəqələrdən biridir ki, buradan şimal tərəfə bir yol Mədinəyə gedir, şərq istiqamətindən bir yol İraqa gedir, qərbə bir yol Misrə gedir və cənuba da bir yol Yəmənə gedir, çıxır. Gör necə böyük bir məntəqələri öz yol ayrıcı olaraq təyin edilmiş bir məkanda Peyğəmbər sallallahu bunu diqqətə çatdırmışdı. İndi günümüzdə, yəni hal-hazırda o məntəqə tərk edilir. Yəni indiki vaxtda artıq hal-hazırda Səudiyyə Ərəbistanında da məsəl üçün o gediş yolları da tamamilə kənara qoyulub, başqa müəyyən yollar çəkililərək. Təbii ki, bunun da altında yatan müəyyən fikirlər var. Necə ki, Hira mağarası Məkkədə Həzrəti Peyğəmbər sallallahu ayə nazil olan bir məkan hörülərək zibilxanaya çevrildi və yaxud da Həzrəti Peyğəmbər sallallahu məzarını ətrafında məsələn ziyarətin qadağan olunması üçün sərhədlər çəkilib, hətta ora yaxınlaşanları əl qaldıraraq, zərbə vuraraq oradan uzaqlaşdırırlar. Yəni bunlarla bərabər də eyni zamanda həmin bu Qədr məntəqəsini, Cəhhə məntəqəsini kənarlaşdırıblar ki, insanlar yəni gəlib gedərkən bu məntəqənin mahiyyətini, əhəmiyyətini dərk etməsinlər və unutsunlar. Yəni dediyimiz kimi, yəni həmin gün, yəni Qədr Xum hadisəsi günü, yəni dediyimiz kimi əvvəldəki vida həcci vaxtı baş verdi bu iş. Əziz İslam Peyğəmbəri sallallahu əleyhissalamı canişin təyin etdiyi gündür. Yəni bu da düşür Hicrətin 10-cu ilinin Zilhəccə ayının 18-indəki biz bir neçə gün əvvəl bunu qeyd etdik. Baxmayaraq ki, xəlifələr səy edirlər siyasi məqsədlər xatirinə bu böyük tarix hadisəni yaddaşlardan silsinlər və indiki günümüzdə də bəzi təəssübkeşlər çalışırlar ki, bu məsələni tamamilə yox etsinlər və ya onun əhəmiyyətini kiçilsinlər, amma bu hadisə tarix səhnəsindən, hədislərdən, ədəbiyyatlarda o qədər geniş şəkildə yayılıb ki, o qədər geniş şəkildə parlayıb, zahirə çıxıb ki, bunu örtüb bastırmaq qeyri-mümkündür. Çünki hər bir insaf sahibi olan, hər bir mühəqqiq, hər bir təhqiqat əhli araşdırarkən mütləqdir bu hadisəyə, bu sənədlərə, bu hədislərə rast gəlsin. Yəni, biz burada indi sənədlərə toxunacaq, bilən qardaşlarımız inşallah bilir, bilməyənlər üçün də agah olacaq ki, yəni bu qədər əldə sənəd varkən, ayə niyə bu məsələ örtülüb, bastırılıb, ayə bu məsələyə niyə toxunulmayıb, ayə bu məsələnin niyə həqiqətləri açıqlanmayıb. Ümidvarıq ki, yəni tam olaraq əhl-i sünnət qardaşlar mənbələrindən götürülən bu sayacağımız sənədlərə əsaslanan təhlillər dünya müsəlmanlarının sıralarında daha da sıxlaşması üçün bir vasitə olacaq. Və hamının Əhl-i Beyt əleyhissalamın ətrafında vəhdət halında birləşməsinə səbəb olacaq. Və hamının da xüsusilə gənc nəslimizin də nəzərlərini keçmişlərdə diqqətdən kənar edilmiş həqiqətlərə, pərdə arxasında qalan həqiqətlərə yönəldiləcək. Bu hədisin sənədi Qədr Xum vilayəti, yəni vilayət hadisəsinin sənədi, hədislərdə gələn sənəd çox əhəmiyyətli və çox mütəvatir halda gəlib bizlərə çatmışdır. Yəni
hədisin müxtəlif tərəflərinin aydın olması üçün bir neçə hissəyə bölərək bunu inşallah qısa müddətdə də vaxt almadan sizlərin nəzərində çatdıracaq. Qədrin mənzərəsi. İlk öncə Qədir, həmin Qədir çölünə bir nəzər salaq. Höccətül vida mərasimi günü, hicrətin yəni 10-cu ilin Zilhiccə ayının 18-də bu mərasim başa çatdı. Yəni Peyğəmbər s.ə.v sonuncu həcc ziyarətini elədi. Müsəlmanlar həccin əməllərini İslam Peyğəmbəri salawatullahdan öyrəndilər və bu əsnada əziz Peyğəmbərimiz salavatullah Məkkədən Mədinəyə getmək barədə qərara gəldi. Və bu barədə göstəriş verdi. Kərvan Cəhvənin 3 milində Rabiq ərazisində yerləşdikdə vəhdaşıyıcı, yəni vəhiy mələyi Həzrəti Cəbrail əleyhissalam, yəni nazil olub aşağıdakı, yəni Maidə surəsinin 67-ci ayəsinin zikr edilmiş bu ayəni xitab elədi ki, ya Rəsulum, yəni ey Rəsul, Allah tərəfindən sənə göndərilən insanları çatdır. Əgər çatdırmasan risalətini tamamlamamış olarsan. Allah səni insanların xətasından qoruyacaqdır. Yəni bu ayə nazil olduqdan sonra göstərir ki, necədir? Deməli, bu mühüm bir hadisədir ki, həmin bir məntəqədə, yol üstündə, həmçində ziyarətdən gələn bir insan necə olar? Yorğun olar, yorğunudur. Yəni, bu ziyarətdən gəlir, o boyda yolu əyaqla hərəkət eləyir. Həmçinin həccin biz əməllərində gedən qardaşlarımız bilir, getməyənlər Allah nəsib eləsin. Bilirlər ki, oranın nə qədər əməlləri var, o əməllər az vaxt aparmır və həmçinin az fiziki güc tələb etmir. Daha çox fiziki güc tələb edir. Yəni, bununla belə həmin vaxtda, həmin bir anda, dörd yolun ayrıcına çatan anda Allah Teala Həzrəti Cəbrail əleyhissalamı göndərir və bir mübarək Qur'an ayəsi nazil edir. Deməli, bu elə bir işdir ki, risalətə bərabər. Peyğəmbər salavatullah ki, ömrünü fəda eləyib İslama, əşraful anbiyadır, amma Allah Teala deyir ki, sən bu qədər əziyyət çəkmisən, bu qədər əziyyəti bugünkü dediyim hökmü çatdırmasan, hamısı hədər gedəcəkdir. Əleyhissalamın 100 min nəfərdən çox insanın gözü qarşısında xəlifə təyin olunması, canişin təyin olması, bu məqama çatması kimi başqa nə yüksək iş ola bilər? Yəni, başqa bir mühüm, necə bir məqam ola bilər, daha məqam ki, buna bəraət qazandırasan ki, yox, bu ayə burada nazil oldu, xeyr, əleyhissalamı dost təyin eləmək üçün. Yəni, bu tamamən əqlə zid, yorğun insanların haqqına girmək, əstəğfirullah, bu da Allahın ədalətinə və şəninə sığmaz bir işdir. Buna görə də Allah Teala'nın vəhyinə əsasən Peyğəmbər s.ə.v dayanma göstərişi verdi. Karvanın qabağında gedənlər hərəkətlərini davam etdirməyə dayandırdılar. Və karvanın arxa hissəsindən gələnlər də onlara gəlib çatdı. Və günorta vaxtı yetişmiş, hava da çox isti vaxtı idi. Həmin günorta vaxtında insanların bir qismi əbalarının bir hissəsində başlarının üstündə tutmuş və bir hissəsində ayaqları altına qoymuşlar. Yəni, əbalarına örtünüb oturmuşdular ki, çünki gün onları yandırmasın. Çünki yol yorğunu, günün distisi bir yandan onları halətdən salırdı. Peyğəmbər üçün ağacın üstündə sərilmiş çadır vasitəsilə kölgəlik yaradıldı. Yəni, o cür bir xeymə qurulduq. Həzrətin Salavatullahın dəvəsində yükündən düzəldilmiş uca bir yerə çıxarıldı. Yəni, yüyən deyərlər də, yüyənləri bir-bir üzərinə yığdılar və hündür bir yerə çıxdı ki, cəmaatın onu görəcəyi bir tərzdə bir yer düzəldildi və Peyğəmbər həmin məkana qalxaraq böyük bir xütbə elədi. Deməli, böyük bir xütbə elədi. Bu xütbə genişdir. Bu xütbə İnşallah ki, Allah Teala nəsib eləsə gələcəkdə bu xütbənin tamamını sizlərin xidmətinizə ərz eləyərik. Xülasəsi ilə biz kifayətlənəcək bugünkü bəhsimizin mühüm amillərinə toxunaq. Peyğəmbər sallallahu burada geniş bir xütbə elədi. Mərhum alimlərimiz, mərhum Allamə Əmini Əl-Qadir kitabında bu xütbəni gətirib. Məsəl üçün, mərhum Kəşfül-Əqtə rahiməhullah bu əsərdə
öz əsərində misal üçün bu xütbəni gətirib və böyük alimlərimiz bu xütbəni gətirərək bu xütbəyə geniş şərhlər, izahlar, haşiyələr yazaraq insanların, ümmətin ixtiyarına vermiş və şübhələrə daim cavab verməklə düşməni susturmuşdurlar. Peyğəmbər s.ə.v ilk sözlərini həmd sənə ilə başladı. Allah Taalaya həmd və sənə dua etdikdən sonra Allahdan kömək istəməklə başladı və insanlara kəlmə-i şəhadəti, kəlmə-i təvhidi dedikdən sonra buyurdu insanlara ki, ey insanlar, mənim haqqın dəvətinə ləbbeyk deyərək siz aranızdan getməyim yaxınlaşır. Mən məsulam və siz də məsulsunuz. Yəni, mən bu işə təyin olunmuşam və siz də icra etməkdə, yəni mənim dediklərimi icra etməkdə təyin olunmuşsunuz, mükəlləfsiniz. Sonra buyurdu, mənim haqqımda nə fikirləşirsiniz? Yəni, mən sizin içinizdə öz işimi, risalətimi, vəzifəmi layiqincə yerinə yetirdimmi? Sizə haqqı bəyan eləyə bildimmi? Sizlərin haqqına girmədimmi? Bu əsnada orada iştirak edən Peyğəmbər s.ə.v xidmətində duranlardan, yəni bütün orada iştirak edənlərin çox yerində və çoxsu səsləndi ki, biz Allah şahiddir və biz şahidik ki, sən Peyğəmbərliyini yerinə yetirdin və bu işdə çox səy göstərdin. Allah səni mükafatlandırsın, ya Resulallah. Peyğəmbər s.ə.v buyurdu, deyir ki, şəhadət verirsiniz ki, Allah birdir və Muhammed onun Peyğəmbəridir. Behişt və cəhənnəm o dünyada əbədi həyatın haqq olması barədə heç bir şübhə yoxdur. Hamısı dedilər, bəli, düzdür, şəhadət veririk. Sonra buyurdu, ey insanlar, mən iki qiymətli şeysin aranızda qoyuram. Səqələyin. Görün, siz mənim bu iki yadigarımla necə rəftar edəcəksiniz? Bu arada biri yerindən durub və uca səslə soruşdu. Bu iki qiymətli şey, səqələyin dediyiniz, nədir ya Resulallah? Peyğəmbər s.ə.v buyurdu. Biri Allahın kitabıdır və onun bir tərəfi Allahın qüdrət əlindədir. Digər tərəfi də sizin əlinizdədir. İkincisi mənim pak əhli beytimdir. Mütəhhər əhli beytimdir. Allah mənə xəbər vermişdi ki, bu ikisi heç bir vaxt bir-birindən ayrılmayacaqlar. Ey insanlar, Qurandan və mənim əhli beytimdən qabağa düşməyin və işinizdə bu ikisinin göstərişlərinə əməl etməsəniz həlak olacaqsınız. Bu əsnada Əli əleyhissalamın əlindən tutub hər ikisinin qoltuğunun altı göründüyü həddə qədər əlini yuxarı qaldırdı. Diqqət edin, qoltuğunun altı göründüyü həddə qədər. Hətta hədisi aşkar buyurur. Deyir və bütün insanlara təqdim etdi. Sonra buyurdu, müminlərə onların özlərindən daha üstün kimdir? Hamısı dedi, ya Resulallah, siz və Cənab-ı Allah Teala. Peyğəmbər s.ə.v buyurdu, Allah mənim mövlam və mən möminlərin mövlasıyam və mən onlardan daha əvvəl və üstünəm. Ey insanlar, mən hər kimin mövlasıyamsa, Əli onun mövlasıdır. Ey Allah, hər kim Əlini sevərsə onu sev və hər kim ona düşməndirsə onun düşməni ol. Ey Allah, hər kim Əliyə kömək edərsə ona kömək ol. Hər kim ki ona kömək əlini kəssə onları öz köməyindən məhrum et. Haqqı onun vücudu ətrafında bərqərar et. Yəni, inşallah ki, bu xütbənin ayrıca mühüm amillərinə toxunacaq və bu hadisənin, hədisin sənədlərinə toxunacaq. Yəni, qısaca əvvələ qeyd edeyim ki, bu xütbənin məşhur əhl-i sünnət mənbələrində tapmaq istəyən bəzi mənbələr qeyd edəcəm ki, inşallah ora müraciət edə bilərlər. Musnad-ı Əhməd ibn Həmbəl, cild 1, səhifə 84, 88, 1118, 119, 152, 332, 281, 331 və 370. Bu səhifələrə müraciət etməklə bu xütbənin, Qədir-Xum hədisinin mühüm olan bu zikr etdiyimiz hədisin hissələrini tapa bilərlər. Həmçinin İbn-i Macənin Sünən, cild 1, səhifə 55-dən 58-ə kimi. Hakim Nişapuri, Əl-Müstətrək Ələ Səhiheyn, cild 3, səhifə 118-dən 613-ə kimi. Tirmizinin Sünən kitabından, Cami'us Sa'irə kitabı, cild 5, səhifə 633-dən, Fəthül Bari, cild 79, səhifə 74-də, Tarix-əl Xatibi Bağdadi, cild 8, səhifə 290, Tarix-əl Xulafai və Siyuti, səhifə 114-də. Mühüm olan mənbələr ki, bəzilərini biz qeyd elədik, bunlardan bu xütbənin mütəvatir, səhih olan
Və hətta Suyuti bir öz əsərində qeyd edir ki, və deyir, mən səhih qərar verirəm bu hədisi, səhih bilirəm sənədlərini, qeyd edirlər ulamaları. Yəni, bunların inkar eləməli üçün nə səbəblər var, dəlillər var ki, inşallah biz zikr eləyib, tamam xətm eləyəndən sonra siz insanların ixtiyarına verəcək ki, özünüz araşdırasınız ki, bunu inkar etməyin, bu dəlillər ola inkar etməyin arxasında, pərdə arxasında nələr durur? Qədr vilayəti, rəvayəti, yəni biz zikr edədiyimiz bu qısa xütbədən bir hissə Allahın müdrik iradəsi sayəsində tarixin bütün səhnələrində canlanıb. Yəni, İslam yazarları, şairləri olsun, səyyahları olsun, xətibləri olsun, mühəqqiqləri olsun, təfsir, tarix, şeir, nəzm, nəsr əsərlərində belə bunu qeyd etmişdirlər. Yəni, bu həmin xütbə və İmam Əli əleyhissalamın inkar edilməz fəzilətlərindən hesab olunub və onların da nəzəri bu cürdür. Yalnız xətiblər, şairlər də bu hadisən ilham olaraq vilayət sahibinə səmimiyyət və bağlılıqlarını daha da artırmaq üçün hadisə barədə fikir və düşüncələrini parlaq şəkildə bəyan etmişlər. Onlar ən yaxşı şeirlərini müxtəlif forma və dillərdə özlərindən sonra yadigar qoymuşlar. Yəni, xülasə deyək ki, bu hədisin əbədiliyinin səbəblərindən biri bu hadisə barədə 2 Quran ayəsinin nazil olmasıdır. Allah Teala Quranda 2 yerdə bunu nazil eləyib və bəyan eləyib ki, bu da təbiətən Quran ayəsi heç bir zaman aradan getməz və Quran ayəsinin hökmləri daim əbədən qiyamətə kimi də insanların haqq əhlinin az olsa belə əli ilə daim yayılar və əbədi öz nurunu insanlar üzərində hüccətini tamamlayar. Ki, bu 2 ayə, Maidə surəsinin 67 və 3-cü ayələrdir. Bir də tarixə müraciət etdikdə, diqqəti cəlb edən mühüm məsələ kimi məlum olur ki, Zilhiccə ayının 18-ci günü, müsəlmanlar arasında Qədr günü kimi tanınır. Bu aydındır. İbn Xəlkan, əhl-i sünnətin alimidir. Bu barədə deyir, 487-ci ilin Zilhiccənin 18-də Qədrxum bayramı günü xalq ona beyyət etdi. İbn Xəlkanın Vafiyən Aleyyən əsəri səhifə 60-dır. Maraqlı. Sonra misal üçün Bellah Əl-Əbədi yazır. Deyir, o 487-ci ildə Zilhiccə ayının axırına 12 gün qalmış, gecə vəfat etdi. Və həmin gecə Zilhiccə ayının 18-i Qədr bayramı gecəsi idi. Yenə həmin kitab Əl-Vafiyən, Vafiyət Aleyyən səhifə 223-də qeyri bir alimdən də stat gətirir İbn Xəlkan. Əbu Reyhan Biruni, Əl-Əsxər Əl-Bağayi kitabında öz əsərlərində misal üçün həmin bu hadisəni də mühüm olan İslam bayramlarından qeyd olunduğu kimi yazıblar. Və həmçinin də misal üçün qeyri-İslam alimlərindən də belə, hətta misal üçün o dövrün tanınmış araşdırmacıları və qeyri-İslam əqidəsində olanlar belə, hətta o hadisəni izləmiş və tarixin bir neçə səhnəsində, misal üçün onların, hətta Yahuda, Nəsrani olsalar belə, onların dilindən bu hadisənin olduğunu bildirmişlər. Bu İslam bayramı kökü Peyğəmbər sallallahu dövrünə gedib çıxır. Yəni təbii ki, Peyğəmbər sallallahu vaxtı idi o gün. Çünki həmin gün Peyğəmbər sallallahu mühacir və ənsara eləcə də öz qadınlarına göstəriş verdi ki, Əli əleyhissalamın yanına gedib vilayət və imamətə görə onu təbrik etsinlər. Zeyd ibn Ərğam deyir. Hədisdir. Zeyd ibn Ərğamdan o qeyd edir ki, böyük səhabədir. Deyir ki, mühacirlərdən Əbu Bəkir, Ömər, Osman, Təlhə və Zübeyir ilk şəxslərdən idilər ki, Əli əleyhissalama beyət əlini uzatdılar və təbrik və beyət mərasimi günü batana qədər, gün batana qədər davam elədi.
və ilk şəxslərdən olmasını da bunun bir çox alimləri qeyd ediblər. Məsəl üçün Əhməd ibn Həmbəl Müsnədində cild 6 səhifə 401-də, Əl-Hədayət vəl-Ən-Nəhayət cild 5 səhifə 209-da, İbn Səbbaq Maliki, misal üçün Əl-Fəsul Əl-Muhimmə səhifə 40-da, Sərayəd Əl-Səməsəyin cild 1 səhifə 71-də və həmçinin Əbu Bəkir, Ömərin, Osmanın, Təlhə və Zübeyrin və qeyri-böyük Ənəs ibn Malikin, Zeydin və qeyri-böyük sahabələrin də məsəl üçün təbrik etməsi, beyət etməsini bir çox kitablarda da yenə görə bilərsiniz. Məsəl üçün Muhammed ibn Təbərinin mənaqibində, Əli ibn Əbi Talib əleyhissalama aid olan mənaqibində cild 1 səhifə 270-də tapa bilərsiniz. Hədisin sənədinə gələk. Əl-Qədr hədisinin sənədi həddən artıq böyük bir ravi tutumuna malikdir. Böyük bir ravi zəncirinə bağlıdır. Və həmçinin də onların hamısı ixtisarla sizlərə bəzilərini qeyd edəcək ki, inşallah onlardan istifadə eləyəsiniz. Bu tarix hadisəsi haqqında Peyğəmbər sallallahu 110 səhabəsinin nəql etməsi onun tarixi əhəmiyyətini göstərməyə kifayət edir. Hədisin hətta mötəbər kitablarda 110 ravi ilə gəlib hədis. Əlbəttə, bu o mənanı vermir ki, yalnız bu şəxslər adı çəkilən hədis haqqında bəhs etmişlər. Həmin şəxslərin adının çəkilməsindən məqsəd budur ki, yalnız əhl-i sünnə alimlərinin kitablarında 110 nəfərin adına rast gəlmək mümkündür. Təkcə əhl-i sünnənin tabiin əsrablandırılan İslamın 2-ci əsrində 89 nəfər bu səhabələrdən həmin hədisi söyləmişlər. Tabiin əsrində. Qədr hədisinin raviləri sonraki əsrlərdə də əhl-i sünnə alim və ulamalar arasında mövcud olub. Yəni, bu danılmaz bir fikirdir. Onlar hətta onlardan 360 nəfəri bu hədisi öz kitablarında toplamış və böyük bir qrupu da bu hədisin doğruluğunu, möhkəmliyini etiraf eləmişlər. Tabeyin dövrünə kimi gəlib çıxanacan hətta sənədi 360 nəfərdən ibarət bu tarixi hadisənin hədisi möhkəmlənmiş, möhürlənmişdir. Təkcə əhl-i sünnət mənbələrində. Bir qrup da bu hədisi nəql etməklə kifayətlənməmiş, məsələn, onun sənəd və maddələri barədə müstəqil şəkildə kitab yazmışdılar. Məsələn, əhl-i sünnətin bəzi alimləri açıqlamışdı bunları. Misal üçün, baxsaq, böyük İslam tarixçəlindən biri onun Təbəri. Əl-Vilayət fi Doğru Hədisi Əl-Qədr adlı kitab yazıb. Xüsusən bu Əl-Qədr gününə aid və bu hədisi Peyğəmbər sallallahu 75 şəkildə nəql eləyib. Peyğəmbər sallallahu 75 şəkildə, 75 yolla müxtəlif ravilərin adı ilə gətiribdir. İbn Uqda Kufi vilayət əsərində bu hədisi 115 nəfərdən nəql eləyib. İbn Uqda Kufi əhl-i sünnət alimidir. Əhl-i sünnətin tabiin dövründə olan böyük alimlərindəndir və hədisi 115 nəfərdən gətirib. Cəmani adı ilə tanınan Əbu Bəkir Muhammed ibn Ömər Bağdadi bu hədisi 25 şəkildə nəql edib. Məsəl üçün, bu məşhur alimlərindən misal üçün deyək, Əhməd ibn Həmbəl Şeybani, İbn Həcər Əsqalani, Cəziri Şafii, Əbu Said Sədistani, Əmir Muhammed Yəməni, Əbu Əli Nəsai, Əbul Həmədani, Əbul Ərfan Həban, bu cür alimlər və hətta siyahısı daha çoxdur. Yəni, xülasə deyirik, bu cür alimlər, böyük əhl-i sünnətin nəhəng alimləri bugün kitablarında qeyd ediblər ki, Şiə alimləri də bu tarixi hadisə barədə çox saylı qiymətli əsərlər yazıblar həmçinin. Amma yəni, sünnənin mühüm mənbələrinə də toxunublar. Sünnənin mühüm mənbələrinə toxunmuşlar və onların bu məsələni qeyd etdiyini bir daha bəyan etmişlər ümmətə və həmin açıqlamalardan sonra da və bir daha şübhələrə cavab vermiş və hədisin, xütbənin şərhini həmin günün
həmin ayələr, nazil olan ayələrin təfsirini vermiş və elə əhl-i sünnətin təsdiq elədiyi möhkəm mənbələrdən izahını da gətirmiş və bir daha şübhələrə cavab vermişdilər. Hər halda Peyğəmbər sallallahu Əmir əl-Müminin əleyhissalamı özünün varisi təyin etdikdən sonra buyurdu. Ey insanlar, indi vəhiy mələyi mənə nazildir və bu ayəni gətirdi. Diqqət edin. Peyğəmbər sallallahu ki, Əli əleyhissalamın imamətini, canişinliyini, vəzirliyini, xəlifəliyini təyin etdi. Necə ki, öndə dedik Maidə surəsindəki 67-ci ayə nazil oldu ki, təbliğ et, risalətin yoxsa tamam olmayacaq. İndi bəhsi buradadır ki, Maidə surəsinin 3-cü ayəsi nazil oldu. Allah Taala 3-cü 3-cü ayəsini nazil edib, Peyğəmbər da insanları çatdırır. Buyurdu ki, Bismillahirrahmanirrahim. Al-yevmə akmeltu lakum dinukum və etmamtu aleykum ni'meti və razi'tu lakum al-islamət dinen. Bugün dini sizin üçün tamamladım, nimətimi sizin üçün tamamladım və İslamı sizin üçün yeganə din olaraq seçərək bəyəndim. Peyğəmbər sallallahu bu halda təkbir dedi. Yəni xutbəsinin bu yerdə təkbir dedi ki, Allaha şükürlər edirəm ki, öz dinini kamil etdi, nemətini kamala çatdırdı və Əlinin məndən sonra vəsilik, vilayət və canişin olmasından razı qaldı. Sonra Peyğəmbər sallallahu həmin uca yerdən aşağı düşdü və Əli əleyhissalama buyurdu. Xeybərin altında otur ki, İslamın bariz başçıları və şəxsiyyətləri sənə beyyət edib təbrik etsinlər. Diqqət edin. Peyğəmbər sallallahu buyurur ki, get xeyməni harda qurdur? Xeyməni qurdur və altında otur ki, İslamın bariz başçıları sənə beyyət edib təbrik etsinlər. Çünki ərəblər o vaxt qəbilə halında idi və hər qəbilənin də başçısı var idi. Başçı nə desəydi, qəbilə onu eləyərdi. Demək, qəbilə başlarının, şəxsiyyətlərinin burada iştirak eləməsi bir daha açıq-aşkar əhl-i sünnət mənbələrində ixtilafsız, nöqsansız, şəhsiz, tamamən inatkarsızlıqla işıq alıb, yer alıb və Peyğəmbər sallallahu dilindən nəql olunan bu hədis, xütbə mütəvatir halda bizlərə də gəlib çatmışdır. Maraqlıdır. Hətta bu mənbədə Peyğəmbər sallallahu Xətib Xarəzmin mənaqibində səhifə 135-də, Əl-Huseyn Xarəzm Məqtəldə cild 1 səhifə 45-də, Fərayəd Əl-Səmətəyn cild 1 səhifə 73 və 74-də, Əl-Nur və Əl-Məştəl səhifə 56, Əl-Mənaqib Əl-Çoxsar cild 1 səhifə 118 və 362 və sair və ilaxir mənbələr bu mənbələrin özündə Peyğəmbər sallallahu dilindən bu hədis, bu hadisə qeyd olunmuş və hətta adicə yazılıb. Hamıdan əvvəl şeyxeyn. Yəni şeyxeyn kim? Birinci xəlifə Bəkir, ikinci xəlifə seçilmiş Ömər. Əli əleyhissalamı təbrik edib onun öz mövlaları adlandırdılar. Həsən ibn Sabit fürsəti qənimət bilib Peyğəmbər sallallahu icazə alaraq yazdığı şeiri Peyğəmbər sallallahu qarşısında oxudu ki, yəni həmin şeirdə mətni bu cür idi. Yəni Əliyə buyurdu ki, Peyğəmbər sallallahu nəzmə çəkib bunu. Buyurdu ki, Əliyə buyurdu ki, qalx ki, mən səni canişin və insanları hidayət etmək üçün seçdim. Mən ki, hər kimin mövlasıyam, Əli onun mövlasıdır. Və siz bir halda ki, onu səmimi qəlbdən sevirsiniz, onun ardıcıllarından olun. Bu hədis İmam Əli əleyhissalam Peyğəmbər sallallahu bütün səhabələrindən daha fəzilətli və üstün olmasına ən böyük şahiddir. Yəni biz əsasən gətirdiyimiz bu mənbələr ki var, qeyd edirik. Nəinki İbn Teymiyyədən çox əvvəl yaşamış böyük əhl-i sünnə alimlərinin mənbələridir ki, biz artıq yəni daha geriyə düşməklə və daha sonranın alimlərindən də mənbə gətirməklə
Bunu qeyd etmirik ki, sonra irad tutulmasın ki, siz o dövrə yaxın bir yaşamamış alimdən stat gətirirsiniz, o alim xəta eləmiş olar, o alim bilməmiş olar. Bunun heç bir yenə də əsası yoxdur. Hətta Əmir əl-Müminin əleyhissalam ikinci xəlifənin ölümündən sonra da baş tutmuş xilafət şura məclisində və həmçinin Osmanın xilafəti dövründə və öz xilafəti dövründə bu şeiri, həmin bu dediyimiz şeiri ki, Həzrəti Əleyhissalam üçün yazmış, Həsən ibn Sabətin şeirini onları dəlil gətirmiş, həmin şeir onları məzhərində oxumuş, yəni şeirin mətnini fəqalə ləhuqam ya aleyhu innini rəziyyətə mən bə'də imamə və hadiyən. Yəni hədisin bu şeiri onlara dəlil kimi, yəni zikr olaraq çatdırmış və onların məzhərində bildirmişdi ki, yəni mən seçilmişəm. Nəinki kimsə şuura vasitəsilə seçilməlidir. Və həmçinin də bunu, misal üçün, əhl-i sünnət mənbələrində qeyd ediblər. Həmin bu şuura vaxtı Əli əleyhissalamın dediyimiz kimi şeiri dəlil gətirməsi, orada Əli əleyhissalamın qədirxum hadisəsini dəlil gətirməsini Əhl-i sünnət alimlərindən sözün Əxtəb-i Xarəzmi Hənəfinin Mənaqib əsəri səhifə 217-də, Xumeyni Fəraid Əl-Səməteyn 58-ci bölmədə, İbn Hatəm Şami Əl-Bər Əl-Nəzim, İbn Hacər Əsqalaninin Əl-Səvaiq Əl-Muhriqə səhifə 75-də, Əmal ibn Uqdə səhifə 7 və 212-də, İbn Əbl-Hədidin Nəhcəl Bəlağanın şərhi Əhl-i Sünnənin Mu'təzilə məzhəbindən cild 2 səhifə 61-də, İbn Əbdülbirrin Vəl-İstiyab əsəri cild 3 səhifə 35-də, Cərir Təbərinin təfsiri cild 3 səhifə 418-də, Maidə surəsinin 55-ci ayəsinin təfsirində qeyd olunub. Və həmçinin bu, misal üçün, Həcər Əsqalaninin cild 2 səhifə 408-də, Əhməd ibn Həmbəlin Musnədi cild 1 səhifə 84 və 88-də, İbn Kəsir Şaminin Əl-Bədaət vəl-Nihayət cild 5 səhifə 210-da və cild 7 səhifə 348-də, Hitəmi Məcmuəl-Zəvaid cild 9 səhifə 106-da, Zəxairəl-Uqba səhifə 67-də və s. ilə axır ki, mənbə çoxdur, yəni xülasə bunlarla kifayətləndirilir. Və həmçinin o cümlədən də böyük İslam şəxsiyyətləri, xanım Zəhra salamullah əleyhə kimi Əli əleyhissalamın ali məqamına müxalif olan və onu inkar edənlərin qarşısında bu hədisi də dəlil kimi gətirir. Hətta xanım Zəhra salamullah əleyhanın deməyini, bu Əl-Qədr hadisəsini və həmçinin yuxarıda qeyd etdiyimiz Həsən ibn Səbatın şeirini xanım Zəhra salamullah əleyhanın dəlil kimi zikr etməsini əhl-i sünnət alimləri də qeyd ediblər. Bunun üçün də mənbələri vardır. Şəmsəddin Şafi Əsni Əlimə Talib Səxavi cild 9 səhifə 256-da, Şəfqani Əl-Bədr Əl-Tavli cild 2 səhifə 297-də, İbn Əbl-Hədidin Nəhcül Bəlağanın şərhi cild 2 səhifə 273-də, Əllami Hənəfi Mənaqibində səhifə 13-də, Bəlağət Əl-Nisa səhifə 70-də, Əl-Əqəd Əl-Əfraid cild 1 səhifə 160-da, Səbhələşi cild 1 səhifə 259-da, İbn Məsud Şafii Marvuc Əl-Zəhəb cild 2 səhifə 49-da, Yənəbül Müvəddə misal üçün səhifə 486-da. Yəni bu kitabları biz misal üçün xülasə olaraq çəkirik ki, əhl-i sünnənin bu cür mütəvatir olaraq gəlib çatmış. Hələ biz səhihlərini demirik, mütəvatir deyirik ki, bu qədər mənbi ilə gəlib çatıb, yenə bu inkarlıq dərəcəsində bu günlərində qəbul etdirilməyə məcburi insanlara yeridilir. Aya, indi gələk Mövla kəlməsinə. Allah Taala'nın nazil etdiyi Qur'an-ı Kərimdə və həmçinin Peyğəmbər Səlavatıllahın həmin Qədrxum hadisəsində dediyi Mövlada kim nəzərdə tutulub? Mövlada məqsəd nədir? Məna nədir? İcaz nədir? Bu məsələdə mühüm olan Mövla sözünün təfsir edilməsidir ki, tam aydın olmasına baxmayaraq artıq dərəcədə qərəzkarlıq bu barədə özünü göstərmişdir. Belə bir haldadır ki, bu hədisin sənədinin qəti olmasına heç bir şək şübhə yoxdur. Tamamən yoxdur. Çünki əhl-i sünnətdən gələn bu hədisləri ki, zikr elədik, mənbələri zikr elədik, hər kəs ki, müraciət eləyə bilər, həmin mənbələrdə gələn sənədlərin səhihliyində heç bir şək, şübhə yoxdur.
Və həmçinin birbaşa demək lazımdır ki, bu hədisdə məvla sözü birdən artıq mənası yoxdur. Və bu üstünlük, layiqlik və başqa sözlə rəhbərlik deməkdir. Yəni, biz məqsəd hədisi tuturuq. Əl-Qədr hədisində məna rəhbər mənasındadır. Çünki, yenə qeyd eləyəcək, Qur'an-ı Kərimdə də bir çox ayələrdə məvla sözü rəhbər və birinci, ilk öndə gedən kimi qeyd olunub. Ümumiyyətlə, məvla kəlməsi Qur'anın 18 ayəsində işlənib. Onu Allah barəsindədir və demək lazım ki, Allahın mövlalığı, onun üstünlüyü, başçılığı, ya idarə ediciliyi mənasındadır. Yalnız az hallarda dostluq mənasını verər. Demək, buna görə də məvla sözünün ilk dərəcədə birinci və daha layiq mənalarında olmasına heç bir şübhə qalmır. Qədr hadisəsində də məvla bu mənada işlənmişdir. Bundan əlavə bir çox şahidlər və sübutlar da bu barədə mövcuddur ki, məvla sözünün mənasının üstün və başçı mənasını verdiyini göstərir. Yaxşı, burada fikrin doğruluğu varmı? Varsa şahidləri kimdir? Fərz edək ki, məvla sözü lüğətdə bir çox mənaları var. Lakin Qədr hadisəsində və bu tarixi hadisədə bir çox şahidlər və sübutlar var ki, bu barədə hər cür şübhəni aradan qaldırır. Xülasə bunlara toplayaq. Birinci, yuxarıda göstərdiyimiz kimi Qədr tarixi hadisəsində Həsən ibn Səbətin Allahın Peyğəmbəri sələvatullahın şairi Peyğəmbər sallallahu icazə alaraq ayağa qalxdı və Peyğəmbər sallallahu sözlərini nəzmə çəkdi. Fəsahət və bəlağət sahibi və ərəb dilinin sirlərinə bələd olan bu şəxs məvla sözünün əvəzinə imam və rəhbər kəlmələrini işlətmişdi. Aya Peyğəmbər dedi ki, mən kuntum mövlahum fəxavzə aliyyun mövla, Peyğəmbər mövla dedi. Bu indi şeirə çəkir Peyğəmbərin zikrini, amma mövlanın yerinə imam deyir. Yəni, təhrif mi eləyir şair? Peyğəmbər sallallahu məhzərində indi oxuyacaq. Bayaq da qeyd etdik, oxudu və Peyğəmbər salavatullah onu təsdiqlədi. Buyurdu, fəqalə ləhu qum ya Ali fəinnini razitəqə mən bə'də imamə və hidəyə. Qalx, ey Əli, mən səni özümdən sonra imam və rəhbər təyin etmişəm. Demədi ki, vəli məvlayun. Dedi, imam təyin etmişəm səni. Aydın göründüyü kimi o Peyğəmbər sallallahu məvla sözündən, ümmətin imamı, rəhbəri və hidayət edicisindən başqa bir söz işlətməyib. Bu elə bir haldadır ki, o ərəb dilini mükəmməl bilici və fəsahət, bəlağət sahiblərinin hesab olunur. Aya, bu cür mükəmməl bilən, bu cür şair, ədib, həm də Peyğəmbər salavatullahın şairi gəlib burada xəta eləyir, Peyğəmbər sallallahu xətasını susur. Bu tamamən məntiqdən, əqildən kənar bir şeydir. Yalnız böyük ərəb şairi məsələn Həsan deyil. Ondan sonra da ərəb şeirinin tanınmış şairləri, ədiblərindən olan başqa böyük İslam şairləri də məvla sözünü bu mənada istifadə etmişlər. Misal üçün, ikinci məsələsi toxunaq. Həzrəti Əli ibn Əbi Talib aleyhissalam Muaviyyəyə yazdığı şeirində Qədr hadisəsi barəsində deyir. Həzrəti Əli aleyhissalam ona yazdığı məktubunda bu məsələni qeyd edərək bildirir və həmçinin bu məsələni 26 nəfər sünni alimlərindən mənbəsi var ki, mütəvatir halda, dəlil halda tapılıb və həmin halda tapılıb və bunun icrası və bunun aydınlığı bariz nümunədə mərhum Əllamə Əmini Əl-Qədr kitabında geniş şəkildə şərh eləmişdir. Buyurur ki, Həzrəti Əli ibn Əbi Talib əleyhissalam, Həzrəti Əli ibn Əbi Talib əleyhissalam buyurur ki, Qədr Xum hadisəsini Muaviyyə lənətullaha buyurduğu məsələdə, yəni Həzrət buyurur, deyir ki, Ucubəli vilayətin aleykum Rasulullah yevmül qadirxum. Həzrət buyurur ki, şeir kimi nəzmə çəkib göndərib Muaviyyəyə ki, deyir, Allahın Peyğəmbəri sallallahu Qədr günündə mənim sizin üzərinizdə vilayətini vacib etdi. Ucubu. Yəni, vacib etdi. Əmr şəklində buyurur Həzrət. Deyir, vacib etdi sizin üstünüzdə. İmamdan da yuxarı hansı şəxs ola bilər ki, bu hədisi bizə təfsir etsin və buyursun ki, Allahın Peyğəmbəri Qədr günü vilayəti hansı mənada təfsir edir.
Yəni daha Əmir el-Möminin Əli əleyhissalamdan da bu məsələ var. Yəni burada hansı bəyanı gətirəsən, bu mümkündür. Məgər bu təfsir Qədir vaqiəsində bütün iştirak edənlərin zehninə bunu yetirmir ki, üstünlük və ictimai rəhbərlik başqa bir şey nəzərdə tutulmurdu. Digər bir mənbəyə baxaq. Peyğəmbər s.ə.v mən kuntu məvlahu cümləsini bəyan etməmişdən qabaq bu sualı verdi. Ələstu əvli bikum mən anfusakum. Mən sizə sizin özünüzdən daha üstün və daha layiqli deyiləmmi? Peyğəmbər s.ə.v bu cümlədə nəfsə üstün sözünü işlətmiş və bütün insanları özünün onlardan üstünlüyünü təsdiq etdirmiş və sonra dərhal buyurmuşdu ki, insanlar dedi ki, bəli ya Resulallah, dərhal ardıycan buyurdu, mən kuntu məvlahu fəhazə aliyyun məvlah. Mən hər kimin məvlasıyamsa, Əli də onun məvlasıdır. Bu iki cümlənin bir-birinə yaxınlaşdırmaqdan məqsəd nədir? Aya, bu üstünlüyü soruşduqdan sonra həmin an bunu kəlməni deməyin məqsədi, qəsdi nədir? Peyğəmbər bununla Qur'anın ona verdiyi dərəcəni Əli əleyhissalam üçün də təyin etmək istəmişdirmi? Bir fərqlə ki, o Peyğəmbərdir, Əli əleyhissalam imandır. Nübüvvəti xətmül ənbiyadır. Həzrət Əli ibn Əbi Talib əleyhissalamın imamətin başlanğıcı və təməlidir. Nəticədə hədisin mənası belə olur. Mən hər kimdən üstünəmsə, Əli əleyhissalam da ondan üstündür. Aydın, yəni məsələ bu cür çıxacaq. Çünki, məsələn, mərhum Əllamə Əmini Ələstu uli bikum anfusakum kəlməsinin cümləsini, sualını 64 İslam mühəddisindən, hədis alimindən və tarixçisindən nəql edib. İstəyənlər Əl-Qədr kitabının 1-ci cildin 371-ci səhifəsinə müraciət edə bilərlər ki, həmin mənbələr aşkar surətdə 64 əhl-i sünnət mühəddisi tarixçisindən nəql olunur. Bu cür aydın dəlildən belə asanlıqla yan keçirsən və gözlərini də ona qarşı yumasan, bu insafsızlıqdır. Peyğəmbər s.ə.v-dan başqa bir dəlilə baxaq. Peyğəmbər s.ə.v sözünün başlanğıcında 3 mühüm İslam prinsipini insanlara təsdiq etdirdi. Ələstum təşhədunə ən la ilahə illallah və ən Muhammed abduhu və rasuluh və ələn cənnətil haqq və nâru haqq. Peyğəmbər s.ə.v siz şahidsinizmi ki, bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Və Muhammed salavatullah Allahın bəndəsi və rəsuludur. Və cənnət və cəhənnəm haqdır. Bəli, Peyğəmbər sallallahu bu kəlməni dedi. Bu təsdiq etdirmədə məqsəd nə idi? Bu deyilmi ki, istəyirdi insanların zehninə hazırlasın və onlar bundan sonra Əli əleyhissalam üçün təyin edici dərəcə və mövqeyi əvvəlki prinsiplər kimi qarşılasınlar və bilsinlər ki, onun vilayətini və xəlifəliyini təsdiq etmək üçün hamının təsdiq və etiraf etdiyi dinin üçlük prinsipi sırasındadır. Mövlada məqsəd dost və yoldaş olduğu təqdirdə bu cümlələr arasında əlaqə qarışmış olar və söz öz mənə yükünü itirər. Belə deyilmi? Əlbəttə belədir. Diqqət edərik, yəni Peyğəmbər s.ə.v insanlara artıq cənnət və cəhənnəmin haqq olmasını şəhadətini dillərindən aldıqdan sonra onları yəni hazırladıq ki, artıq müəyyən bir ki, böyük hökmü çatdıracaq və böyük hökmün icrasında onlar səhlənkarlıq eləməsinlər. Qeyri bir dəlilə baxaq. Peyğəmbər s.ə.v xutbəsinin başlanğıcında özünün ölümündən söz açır və buyurur. Haqqın dəvətinə ləbbeyk deməyim yaxınlaşır. Peyğəmbər s.ə.v buyurur. Məsələn, Tirmizinin Səhih kitabının 2-ci cildi səhifə 298, İbn-i Səbbaq Əl-Fəsul Əl-Muhimmə səhifə 25, Hafiz Əbül-Fətih Əl-Mənaqib Əl-Səlafə səhifə 19, İbn-i Kəsir Əl-Hidayət və-Nihayət cild 5 səhifə 209 və cild 7 səhifə 148, Əl-Səvaif Əl-Muhriqə səhifə 25, Hatəmi Məcmuə Zəvaid cild 9 səhifə 165-də həmin Peyğəmbər salavatullahın zikrini qeyd ediblər. Bu cümlə də onu göstərir ki, Peyğəmbər salavatulllah öz ölümündən sonraki vəziyyəti üçün bir çarə qılmaq və yarana biləcək boşluğu aradan qaldırmaq istəyir.
O Həzrətin ölümündən sonra işləri öz öhdəsinə götürə biləcək layiqli bir alim və canişinin təyin edilməsi bu boşluğu doldura bilər. Və burada da başqa heç bir şey yoxdur. Vilayəti əgər xəlifəlikdən ayrı bir məfhum kimi təsvir etsək, onda Peyğəmbər satan sözləri arasında məntiqi əlaqələr pozulmuş olar. Lakin o fəsahətli və bəlağətli bir natiq idi. Vilayət məsələsi üçün bundan aydın dəlil tapmaq olardımı? Əlbəttə ki, yox. Xülasə başqa bir dəlilə keçək. Peyğəmbər satır, mən kuntu məvlahu cümləsindən sonra buyurdu. Allahu Ekber, el-ikmalü-din və itma'hu ni'məti və rıza və Rabbi bir risaleti vilayətələ alə min ba'də. Allah böyükdür. Allahın neymət və istədiyidir ki, bu dini kamil etdi və kamal həddinə yetirdi. Əgər məqsəd müsəlmanlardan birinin dostluğudursa, Əli əleyhissalamın dostluğunu və qələbəsini zəruri edərək Allahın dinini də təkmil oldu. Yəni, bir dostluqla din kamil olurmu? İnsanın bir-biri ilə Əli əleyhissalamın dost təyin eləməsi ilə yəni, bir din tamil olurmu? Kamil olurmu? Neymət tamamlanırmı? Bundan daha aydın olur ki, Həzrət belə buyurur. Allah mənim peyğəmbərliyimə və Əli əleyhissalamın məndən sonra vilayətinə razı oldu. Bunların hamısı xilafət mənasında aydın sübutlardır. Həmçinin də İbn-i Cərir Təbərinin Əl-Vilayət səhifə 31, İbn-i Kəsirin təfsiri cild 2 səhifə 14, təfsiri Əl-Dəral Mənşur cild 2 səhifə 259, Əl-İtqan cild 1 səhifə 31, Bədəxşi Məftəh Əl-Nicah səhifə 22, Əbu Naim İsfahani Xətib Bağdadi tarixində misal üçün cild 4-də səhifə 290-da, Xarəzmi Mənaqib səhifə 80-da, Əbül-Fətih Nətənzi səhifə 34-də, Səbədə bin Cavuzu səhifə 18-də, Faraid Əl-Səmteyn 12-ci bölümdə qeyd olunub. Yəni, artıq dərəcədə bunu inkar eləmək üçün bir tutarlı mənbə yoxdur. Yəni, növbəti bir dəlillə baxaq. Yəni, aydın olur ki, misal üçün, şeyxin, yəni Ömər, Əbu Bəkir, Allahın Rəsulü sallallahu saysız tərəfdarlar Həzrətin Əli ibn Əbi Talib əleyhissalam minbərdən aşağı düşdükdən sonra hamısı Əli əleyhissalamı təbrik etdi. Yəni, bu artıq bayaq da qeyd etdiyimiz mənbələrdə bu məsələ öz təsdiqini tapdı. Yəni, şeyxin ilk adamlardan idi ki, imama bu sözü təbriklər. Diqqət edin, şeyxin ilk adamlardan idilər ki, imama bu sözləri dedilər. Haniyyən ya Ali ibn Əbi Talib, əsbəhtu və əmsihtu məvla və mu'lə kulli mu'mininə və mu'minat. Deyir, iştah olsun sənə ya Ali. Sübh etdin və şam etdin. Yəni, sübhə açdın və axşam etdin. Elə bir halda ki, mənim və hər imanlı kişi və qadının mövlasısan. Yəni, bu halda bu kəlmələri, bu sözləri deyənlər və bu sözləri deyən şəxsin tərəfdarları bugün bu sözləri qəbul eləmirlər. Ayə, niyə? Əli əleyhissalam həmin gün hansı məqamı yetmişdi ki, bu cür təbrikə layiq görülür? Yaxşı, bütün hamının dostu idi. Dost olduğuna görə təbrik eləyirdi bu qədər cəmahat. Bu qədər əzəb-əziyyət, ziyarət yorğunluğu, cəmahatı çəkəsən, bir-bir təbrik eləyəsən, xeymə qurdurub otuzdırasan, hamı gəlib bir-bir təbrik eləyək ki, xoşbəxt olasan, şad olasan ey Əli, ki, sən bütün mömin və möminələrin mövlası oldun. Əcəbdir. Həmin günə qədər elan edilməmiş ümmətə rəhbərlikdən və xəlifəlik mövqeyindən təbrikə layiq nə ola bilərdi? Məhəbbət və dostluq təzə bir şey deyildi. Zaten bu haqda ayələr nazil olmuşdu. Əgər məhəbbət və dostluq idisə, Allah Teala Şura surəsinin 23-cü ayəsini burada nazil eləyərdi. Daha niyə burada daha dini tamamlayardı, dini kamil eləyərdi, dini ad qoyardı, seçərdi, təyin edərdi.
Əgər məsələdə məqsəd Əli əleyhissalamın dostluğu idisə, o halda heç bir ehtiyac yox idi ki, məsələn, isti qızmar havada bəyan etsin. 100 min nəfərlik karvana dayanmaq göstərişi verilsin. İnsanları səhran qızmar daşı və çınqıl üzərində oturdular və müfəssəl xutbə oxunsun. Buna ehtiyac yox idi. Məgər Quran imanlı cəmiyyətin bütün insanlarını bir-birinə qardaş hesab etmirdimi? Necə ki, Quran-ı Kərimdə Allah Teala Hucurat surəsinin 10-cu ayəsində buyurur: "İnneməl mu'minun ikhvetun." Möminlər həqiqətən dində bir-birinə qardaşdırlar. Möminlər qardaşdır bir-birinə. Allah deyib bunu. Qardaşlıq deyib, nəinki dostluq. Qardaşlıq dostluqdan irəlidir. Allah bunu deyib, səncə dostluq yadından çıxıb, Allah bir dənə də ayə nazil eləyir ki, və deyir ki, Peyğəmbər sallallahu ki, sən bunu təbliğ elə. Təbliğ eləməsən, risalətin aradan gedəcək, sən dost ilə ona. Ayə Allah bunları zikr eləyib, Allah bunları açıqlayıb. Məgər Quran başqa bir ayədə imanlı insanları bir-birinə dostları təqdim etməmişdi. Əli əleyhissalam da həmin imanlı cəmiyyətin üzvü idi. Və o halda nə ehtiyac var idi ki, fərz edək ki, bu dostluğun elan edilməsi məsləhət idi. O halda o cür müqəddimata və o cür ağır hava şəraitində də elan edilməsinə ehtiyac olsun. Belə bir şey yox idi. Bunu Mədinədə də elan etmək mümkün idi. Belə görünür ki, məsələ o qədər mühüm idi ki, bu istisna müqəddimata ehtiyac var idi. Bu elə bir müqəddimat idi ki, Peyğəmbər sallallahu həyatında baş verməmişdi və onun oxşarı heç vaxt təkrar olmadı. İndi isə nəticə çıxarlar sizlər. Xülasə edirəm, bu qədər aydın dəlillərdən sonra əgər bir kəs Peyğəmbər sallallahu müsəlmanlara rəhbər və xəlifə təyin etmək məqsədinə şübhə ilə yanaşarsa təəccüb ediləsi deyilmi? Bu qədər mənbə, dəlil, sübut, bu barədə şübhəyə düşənlər öz vicdanları necə qane edirlər ki, qiyamət günü var? Allahın qarşısında cavab var. Biz o gün nə edəcək? Əgər bütün müsəlmanlar təəssübi və qabaqcadan nəticə çıxarmağı kənara qoyaraq qədr hədisini yenidən təhqiq etsələr və bunu etməyə başlasalar, arzu olunan nəticəyə çatacaqlar. Bu iş müsəlmanların arzusunda birliyinin daha da möhkəmlənməsinə səbəb olacaqdır. İslam cəmiyyətinin, yəni yeni bir mərhələyə qədəm qoyulmasına təkan verəcək bir sual çıxır. Bu məsələ mühümdür ki, bəziləri deyir ki, möhtərəm hakim çıxışında deyir, Mövla sözü, dost mənasında təfsir etmişdi ki, belə bir haldadır ki, özü də şiə ruhanisidir. Yəni, bir məkanda, bir məntəqədə bu dost sözü işlənib, həmin ki, məntəqədə şiə ruhanisidir və o insan o məntəqənin əmiridir, belə deyək, bələdiyyə sədri seçilir və özü də şiə etiqadındadır. İraqda bu baş verib və bunu belə bir sual verirlər ki, o insanda işlədib bu Mövla sözünü dost mənasında deyib. Biz cavabında belə deyərik. Bu cür deyil. Çünki o qısa bir vaxtda bu barədə hər cür şübhələri, anlaşılmazlıqları aradan qaldırmaq üçün 1380-ci 23 Xorda dayında bir çox qəzetlərdə çap olunan izahında belə deyib. Lütfdən kənar olmaz. Əgər son çıxışlarımın birində qədr hissəsi ilə bağlı dediyim məsələni bir daha təkrar edim. Allahın dinində və xüsusilə də İslam cəmiyyətinin ictimai həyatında məhəbbət və mehr mühüm rol oynayır. Həzrəti Peyğəmbər sallallahu həmin mən kuntu mevlahu fəxazı aliyyün mevlahu məşhur cümləsində məqsədi həmin gün İmam Əli ibn Əbi Talibə olan beyətin və onun zaman və məkan xüsusiyyətlərinə diqqət yetirdikdə qəti şəkildə məlum olur ki, bundan məqsəd İslam cəmiyyətinin işinə başçılıq və vilayət idi. Biz şiələrin əqidəsinə və mötəbər tarixi rəvayətlərə görə Peyğəmbər sallallahu vəfatından sonra bu məsələ, bu mühüm amil Peyğəmbər sallallahu böyük səhabələr tərəfindən qəbul və təsdiq edilmişdir. Eyni halda Mövla sözünün seçilməsi xüsusi mesajı vardır və düşünülmüş şəkildə seçilmişdir. Qətidir ki, Peyğəmbər sallallahu digər bir termindən
o cümlədən əmir, başçı və sultan istifadə edə bilər. Lakin Mövla sözündə rəhbərlikdən əlavə arzu olunan İslam hökumətinin əsasları olan dostluq və məhəbbət də əksini tapmışdı. Bugün bizim millətimiz istəyir ki, mənəviyyat, əxlaq və məhəbbətlə yoğrulmuş azad və abad bir cəmiyyət yaratsın. Və nəinki bu cür şübhələr kiminsə çıxarışlar eləməklə, kitablarından yarımçıq kəsməklə, insanlara şübhə atmaqla bu cür fikirlər deyirlər. Amma Allahın izni ilə Allahın nurunu heç vaxt batıl söndürə bilməz. Xülasə ilə 3 hədis zikr edib bu mövzunu xətm edirik Allahın izni ilə. Peyğəmbər sallallahu xanımları Ümmü Səlmə və Ayşə deyir. Peyğəmbər sallallahu əkrəmdən eşitdim ki, buyurub: Aliyyun ma'al haqq və haqqul ma'a aliyyun lən yafariqa hatta yuradu alal harid. Əli haqq ilədir. Haqq da əli ilədir. Və heç vaxt onlar bir-birindən ayrılmazlar. Bu hədis Əhl-i Sünnənin bir çox tanınmış mənbələrində göstərilmişdir. Yəni, o mənbələrdəki bunlar gəlib, onların xeylisi sayıdası çoxdur ki, hətta o hədis böyük, nəinki xanım Ümmü Səlmə və Ayşədən və eyni zamanda da Əbu Said Xudridən, Muhammed ibn Əbu Bəkirdən, Əbu Zərdən, Səlmandan, Miqdaddan bunlar nəql olunmuşdur. Əhl-i Sünnənin tanınmış müfəssirində Fəxrüddin Razi, misal üçün, özü Təfsirul Kəbirdə, cild 1 səhifə 205-də Həmid surəsinin təfsirində deyir. Amma Əli ibn Əbi Talib əleyhissalam Bismillahı uca səslə deyirdi. Və bu məsələ təvatür həddindədir. Və hər kəs dinində Əlinin yolu ilə getsə hidayət tapmış olar. Çünki bu sözün dəlili Peyğəmbərdir ki, buyurub: Allahümmə udril haqqı ma'a aliyyun haysə dara. Allahım, haqqı Əlinin vücudunun məhvərində, vücudunun batini və zahirində o hər cür dövlətçə dolandır. Diqqət edin. Bu hədis deyir, haqq onun vücudunun məhvərində dolanır. Çox əcəbdir, çox qəribidir. Və bir hədisə də toxunaq. Peyğəmbər sallallahu bir qrup səhabəsi bu hədisi Peyğəmbər sallavatullahdan nəql eləyir ki, Əxi Rasulullah sallallahu beynə əshabuhu və əxi beynə Əbi Bakr və Umar və filan və filan. وفجاء على رضي الله عنه فقالوا أحيط بين أصحابك ولم تعاج بيني وبين أخي أحد فقال رسول الله صلوات الله أنت أخي في الدنيا والآخرة. Peyğəmbər sallallahu sahabələrində qardaşlıq əhdi bağlandı və o cümlədə Əbu Bəkir, Ömər, Osman, filan şəxslər arasında hər kəs yəni mütənasib idi. Bu vaxt Əli əleyhissalam Həzrət Səlavatıllahın xidmətinə gəldi və dedi ki, hamının arasında əhd bağladın, amma mənimlə bir nəfərin arasında əhd bağlamadın. Həzrət Rəsulullah buyurdu. Qalə Rasulullah Səlavatullah, Anta əxi fid-dünya vəl-əxirə. Sən dünyada və axirətdə mənim qardaşımsın. Bu məzmunu 49 müxtəlif təbirdə, ümumilikdə Əhl-i Sünnə mənbələrindəki hədislərdə zikr olunub. Balaca deyil, 49 dənə müxtəlif təbir yollarla zikr olunur. Hətta təkdə Əhl-i Sünnə mənbələrində. Əli əleyhissalam, Peyğəmbər Səlavatıllahla əhd bağlaması onun bütün ümmət üzərində üstünlüyünə dəlalət etmirmi? Daha üstün bir şəxs olduğu təqdirdə üstün olmayan bir şəxsin ardınca getmək olarmı? Əgər o şəxs ki, hər cəhətdən bizdən üstündür, o insanın ardınca getmək daha doğrudur ya yox. Əziz qardaşlarım, əziz bacılarım, sizdən bir acizanə bəndə kimi təvəqqə eləyirəm. Bu məsələdə mühümdür ki, araşdırma aparasınız. İnsafı, vicdanı ortaya qoyasınız. Təəssübü, kini, küdurəti, qəsavəti, düşmənçiliyi kənara atıb və yaxud kənardan kimlərinsə təzyiqini kənara atıb, elmi yolla, qaydası ilə, üsulu ilə əhəmiyyətli dərəcədə araşdırıb,
yəqinə çatasınız, həqiqətləri özünüzdə bəyan eləyəsiniz və ümmətə bəyan eləyəsiniz. Velhamdülillahi Rabbil alemin.